Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 1. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi və seçkilər yolu ilə, habelə öz seçdiyi nümayəndələri vasitəsilə həyata keçirir. Azərbaycan xalqı öz suveren hüququnu Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş formalarda həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasında ərazi bütövlüyü ilə bağlı əsas müddəalar bir neçə maddədə əks olunub. Maddə 11. Ərazi. Azərbaycan Respublikasının ərazisi vahid, toxunulmaz və bölünməzdir. İkinci hissə. Azərbaycanın daxili suları. Azərbaycanın daxili suları Xəzər dənizinin, gölünün Azərbaycan sektoruna aid hissəsi və üzərindəki hava məkanı dövlətin ərazisinə daxildir. Üçüncü hissə. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə vermir. Maddə 12. Dövlətin ali məqsədi. Dövlətin ali məqsədləri sırasında ərazi bütövlüyünün qorunması da əsas yer tutur. Maddə 109. Prezidentin səlahiyyətləri. Prezident dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün tədbirlər görür. Maddə 155. Konstitusiyanın dəyişdirilməsinin məhdudiyyətləri. Konstitusiyada ərazi bütövlüyü və dövlətin unitar quruluşu ilə bağlı müddəalar dəyişdirilə bilməz. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.